Bu il sevgini tapacaqsan və ya ərə gedəcəksən və yaxud da hamilə qalacaqsan, bilmək istəyirsən, indi sənə bunu hesablamağın yolunu göstərəcəm. Siz isə abunə olmağı unutmayın. Çünki burada doğum tarixiniz haqqında çox maraqlı məlumatlar əldə edə bilərsiniz. Bunun üçün götürürsünüz öz doğum gününüzü, üstünə gəlirsiniz doğulduğunuz ayı və üstünə gəlirsiniz 2025-ci ilin enerjisi. Bu da 9. Əgər sizdə bir alındısa, bu yeni başlanğıclar deməkdir. Həyatınıza yeni insan daxil ola bilər və yeni həyat qura bilərsiniz. Bu il həyat sizə sanki sıfırdan başla deyəcək və sevgidə də belə olur. Kiminsə həyatınıza daxil olması, yeni bir münasibətə başlaya bilərsiniz. Uzun tənha dövrdən çıxış deməkdir. Əgər hesabatda 2 rəqəmi alındısa, bu duyğular, yaxınlıqlar və münasibət ilidir. 2 enerjisində sevgi dərsləri başlayır. Əgər özünü dinləməyə başlasan, bu il həm evlilik təklifi, həm də hamiləlik xəbəri gətirə bilər. 2 qadın enerjisini oyadır. Amma bu il tələsmək olmaz. Hər şey vaxtında gələcək. Əgər sizdə 3 enerjisi alındısa, qadınlıq, yaradıcılıq və ana enerjisidir. Bu il çox zaman hamiləlik və doğuş ili olur. Əgər hesabatda 6 alındısa, sevgi, ailə, evlilik, yaxın münasibətlərin güclənməsi deməkdir. Kimlərsə bu il nikah masasına oturur. Kimlərsə münasibətini rəsmiləşdirir. Amma bu rəqəmdə həm də imtahanlar olur. Əgər münasibət sevgi üzərində qurulmayıbsa, maalesef münasibət dağılır və boşanma baş verir. Amma əgər sevgi varsa, münasibət daha da dərinləşir. Və əgər ilinizin hesabatında 9 enerjisi alındısa, bu il köhnə, lazımsız münasibətlər bitir. Amma əgər yeni bir insan həyatınıza daxil olursa, bilin ki, bu karmik insandır. Əgər bu ildə hamilə qalırsansa, çox vaxt doğuş da bu ilin sonunda baş verir. Çünki yeni dövr sənin üçün təmiz başlanğıcla gəlməlidir.